Hamıya salam. Baku Fashion Week vloguma xoş gəlmisiniz. Bu ara çoxlu vlog çəkirəm. Nəsə xoşuma gəldi vlog çəkmək, bilmirəm. Gedirəm Filarmoniyaya. Bugün Baku Fashion Week'in ikinci günüdür. Və biz orada Yamama brendi üçün bir çəkiliş edəcəyik. Kiçik bir dokumentary tipli bir şey olacaq. Ay, içərişlər niyə belədir? Niyə bu qədər? Hər şeyə deyinirəm. Hər şeyə deyinirəm. Hə. Hava çox qəribədir. Nə istidir, nə soyuqdur. Orada çöldədir. Bilmirəm donacam ya yox. Çöldə də dediyim, yəni çöldə də bir hissə var, amma içəridə də bir hissə var. Bilmirəm. Bugünə əslində lookum başqa idi. Bir ay əvvəlcədən mən çox gözəl bir look yığmışdım, amma gəlin görün ki, hava icazə vermədiyi üçün yenə pencə geyindim. Uşaq vaxtı həmişə özüm kimi qızları görürdüm, böyle əlində çantalar, full make-up, qəşəng geyinib falan harasa gedirdilər. Mən də özümə deyirdim ki, görürsən nəçidir, nə işdə işləyir, hara gedir. Çox maraqlı gəlirdi də onların həyatı mənə. Mən də onlardan biriyəm. Gedirəm iş görməyə. Çatdım deyəsən, giriş buradandırmı? Yəqin ki, buradandır. Girək də olmasa çıxardarlar. Şəffaf olan hər şey çox qəşəng olur. Burada belə şeylər. Balkon. Hal-hazırda paltarlar ütülənir. Geyimləri hazırlayırlar, nəsə adını bilmədiyim 100 cür proses gedir. İndi biz Müşfiqdən götürəcəyik müsahibə, daha sonra isə Elnurdan götürəcəyik. İndi birazdan sizə buranı çəkəcəm. Çox qəşəng modellər var və modellər hamısı 16-17 yaşlarında, çox fit, basketbolçu, qəşəng uşaqlar var. Runway ümumiyyətlə 2 hissədə olacaq. Modellər içəridən keçib çölə çıxacaqlar. Çöldə qəribə bir hava var. Ümid edirəm axşama soyuq olmaz. Deməli burada ilk məşq olacaq birazdan. İlk dəfədir bu xaosa yaxından şahid oluram. Görürsüz, Michael səslənir uşaqlar. Getmisiniz Michael'a baxmağa? Ümid edirəm getmisiniz artıq. Gedim Zaurun yanına. Zaur videografımızdır bugün. Dayanmadan çəkir, gedir gəlir hər şeyi çəkir. Bu mənim işimə yarayır hardasa. Görüntülər çox olacaq. Buna fokus alabilirsən, əla olar. Nəyə? Bunun içinə. Nədir bu? Nədir bu, izah elə. Bir şey yazılır. Bilmirəm telefonum nə qədər şeylədi, amma indi mənasını özün deyə bilərsən. Zaur çəkir yazıb. Aksesuar taxmıram, amma bir dənə bu da aksesuarım mənim. Yes. Qəşəngdir mən. Bugün nələr çəkəcəksən Zaur? Bugün Bizon sağ olsun. Bizon salamlar. Bizon brendinin çəkişlərini aparıram, amma əlavə olaraq qısa metrajlı kino çəkirəm, dokumental kino çəkirəm, Yamama brendi üçün. Uşaqlar sorry, yorğunam deyə. Niyə elə şübhə ilə dedin? Yamaha gəldi beynimə niyəsə. Günün sonuna doğru yaxınlaşırıq. Burada artıq qonaqlar gəldi. Bütün məşqlər bitdi, make-up olundu. Modellər geyinirlər. İndi yavaş-yavaş çıxacaqlar. Birinci Yamama olacaq.
Qarşımda bir xaos var, amma o xaosu göstərməzdən əvvəl istəyirəm ki, Yamama haqqında danışım. Həm brend haqqında, həm də bugünkü kolleksiyanın fəlsəfəsi haqqında danışmaq istəyirəm. Hazırda bilirsiniz ki, sürətli moda yavaş-yavaş can sıxıcı bir hal almağa başladı. Yamama ümumiyyətlə upcycle fəlsəfəsinə əsaslanır, yəni köhnə parçalara yeni həyat vermə fəlsəfəsi. Bugünkü kolleksiyada isə çox maraqlı parçalar görəcəyik, hansı ki, bu parçaları müxtəlif formada istifadə etmək olur. Şalvarların üzərində və yaxud da pencəklərdə bir çox parçada biz bunu görəcəyik ki, həmin geyimi müxtəlif formalara salıb geyinmək olur. Məncə bu çox maraqlıdır və fərqliliyi sevənlər üçün də çox yaxşı bir fürsət olacaq. Ümumiyyətlə kolleksiya çox seçilir. Seçilir dediyim öz fəlsəfəsinə görə seçilir. O qədər yorğunam ki, o qədər ora-bura qaçmışam ki, nəsə bu şirin bir yorğunluqdur. Mən sevirəm işimi. Və biz burada daha çox görəcəyik ki, eyni bir geyimdən necə multifunksiyonal parçalar yaratmaq olar. Burada modellər artıq geyiniblər, hazırdılar. Onlara son düzəlişlər edilir, geyimlərinə baxılır. Deməli uşaqlar az qalıb, ilk Yamama çıxacaq. Baku Fashion Week'in ikinci günü bitdi uşaqlar. Arxada bəzi şeylər davam eləyir. İndi oranı çəkəcəm. Əsas mərhələlər bitdi. Nümayişlər oldu. Nə hiss eləyirsən Müşfiq? İndi biraz bir şey verəcəksən bizə. Kiçik intervyu. Mən yaxşı hiss edirəm, rahatlaşmış hiss edirəm. İşimiz bayaq bitib, amma artıq işimizi bəyənmirəm. Deyirəm ki, daha yaxşı eləyə bilərdik. Belə, hər şey yaxşıdır. Görək də, gələn il nə olur, növbəti aylarda nə olur və sabah nə olur. Bu dəfə bitdi uşaqlar. Bu dəfə həqiqətən bitdi. Bayaq bitməyibmiş. Yanlış siqnal. Bu dəfə bitdi. İndi bir kollektiv şəkil çəkdirəcəyik. O qədər yorğunam. Gecəni yatmamışam. Demək olar 4-dən oyağam. 12-də gəldim bura. Saat indi 9-dur. Buradan bilmirəm harası gedərik ya yox. Suncayda kuruldum da. Suncay kimdir? Suncaya. Emoniel. Oğlum vardı ben galiba Vadim. Vadim. Maraqlı üzü var idi. Prosta köynəyin varaqlığı düşürdü aşağıya. Bir dəfə tuş oldu. Ben onu yaxşı bir gün gətirdim. Yola bak çəkir. Burada pis düşür amma. Bunu kim istiyor? Ay,